Allah Taala Fəth surəsinin 4-cü ayəsində buyurur: Bismillahirrahmanirrahim. Huvellezî enzelес-sekînete fî kulûbil mu'minin. Möminlərin qəlblərinə aramlıq nazil edən odur. Niyə möminin qəlbinə aramlıq gəlir? Çünki Allahı özünə himayətçi qərar verir. Onunla kifayətlənir, ona güvənir, onun buyurduğu qanunlar əsasında yaşayır və o qanunları həyatına hakim edir. Elə bir varlığı özü üçün himayətçi qərar verir ki, ayənin ardında buyurur: "Velillahi cunudus semavati vel ard." Göylərin və yerin ordusu Allaha məxsusdur. Allah evinə hücum edən Əbrəhə və onun qoşununu, onun ordusunu məhv edən əbabil quşları Allahın ordusu idi. Təkəbbürlük edən Nəmrudun məhvinə səbəb olan ağcaqanad Allahın ordusu idi. Sehirbazların hidayətinə, Musa əleyhissalamın haqq olmasını göstərən və təkəbbürlü Fironun məhvinə səbəb olan əsa Allahın ordusu idi. Qarnı udan yer Allahın ordusu idi. İslam peyğəmbərini düşmənlərin gözündən gizlədən həmin o hörümçək Allahın ordusu idi. Təbəs çölündə Amerika helikopterlərinin məhvinə səbəb olan qum fırtınası Allahın ordusu idi. İman gətirən mömin bəndə belə bir Allaha güvənir. O Allah ki, "Velillahi cunudus semavati vel ard." Hətta insanın bədən üzvləri belə Allahın ordusudur. Bu günləri görürük, Amerika prezidentinin alçalmasına səbəb olan onun dili Allahın ordusudur. Ki o əza ilə o qədər yalan danışır ki, artıq öz xalqı belə ona inanmır.